Salam əziz dinləyicilər. Cambridge English Kit Test 2 Reading Part 3 Questions from 14 to 18. Burada yenə mətn verilib. Mətnə aid suallar var və sualları biz cavablandırmalıyıq. Burada deməli mətni yazan olub Larry Davidson, My Organic Garden o yazıb. Və suallara keçid alırıq. Why did Larry and his family build an organic garden? Nə üçün bu organik bağı salıblar bunlar? Zaten Larry and his family, yəni ailəsindən bir yerdə eləyiblər bunu. To save money on vegetables and fruit, yəni meyvə tərəvəzdə pula qənaət etmək üçün. To help the natural world, təbii dünyaya kömək etmək üçün, yəni planetimizə deyək. To stop making so much rubbish, zirzibildən belə deyək də canlarını qurtarmaq üçün. İndi gəlirik mətnə. Mətndə nə deyir? We wanted to do something for our planet deyir. Yəni planetimiz üçün bir şeylər etmək istəyirdik. Yəni o məntiqlə baxanda burada onda cavab to help the natural world olacaq. Növbəti sualımız nədir? How did Larry feel in the beginning? Başda nə hisslər keçirirdi? Yazıb tired, yorğun idi because he spent the whole day on the garden. Bütün günü bağda keçirib. Lucky because he could eat a lot of healthy food. Şanslı idi çünki sağlam qidalardan yeyə bilirdi. Worried because it could be too much work. Narahat idi çünki iş çox ola bilərdi. İndi baxırıq burada hansı hissləri keçirib Larry. Deməli burada baxırıq. For example, other people, we don't buy them. Healthier, hələ ki davam edir. We had to work hard. At first, we were afraid because we might have not enough time to do everything. Bəli, bu hissədir. Yəni qorxurduq ki, birdən vaxt çatdıra bilmərik də bu işi görməyə. Dolayısıyla bizim burada cavabımız worried because it could be too much work. Who looked after the garden? Deməli, kim qayğısına qaldı bağın? Zaten cümlə 14-cü sualda Larry and his family deyirsə, deməli ailəsi ilə bir yerdə bu işi görüb. İstəsəniz mətndən də baxa bilərik. Burada görürsünüz deyir we had to work. Biz yəni yazan zaten özüdür. Mən və ailəm mənasında. Zaten cümlədə də başda əvvəldə family and I started deyir. Keçirik növbəti sualımıza. How big was the box Larry used for the garden? Bağ üçün istifadə etdiyi qutu deyir. Nə boydaydı? Hansı böyüklükdə idi? Smaller than a table. Deməli, stoldan balaca. As large as a table. Stol boyda, yəni stol genişliyində. Larger than a table. Stoldan böyük. İndi baxırıq burada mətnə. Large box which was about the size of our kitchen table. Yəni, hardasa eyni ölçüdə mənasını ifadə edir burada. Deməli, o zaman cavabımız olacaq as large as a table. Növbəti sualımızda what does Larry say about the fruits and vegetables he planted? Larry əkdiyi meyvə tərəvəz haqqında nə deyir? Baxırıq burada. The vegetables and fruit were in different parts. Müxtəlif yerlərdəymiş meyvə tərəvəz. The plants were very small but delicious. Çox balaca idilər bu, belə deyildi, bu əkdikləri, amma dadlı idi deyir. They first ate the fruit, then the vegetables. Əvvəlcə meyvəni, sonra isə tərəvəzi yeyiblər. Baxırıq mətndə hansı haqqında məlumat var. Were very tiny, bəli, kiçik idi deyir. Bu okey, amma delicious'dır, yəni dadlı olub, bu haqda məlumat yoxdur. On the left we planted tomatoes, onions, carrots and potatoes. Deməli, sol tərəfdə vegetables əkiblər. While on the right there were a few melons and strawberries. Sağ tərəfdə isə fruit əkiblər. Yəni deməli müxtəlif yerlərdə olub bu meyvəsi və tərəvəzi. Böyük ehtimal cavabı odur. Digər biz yedik birinci bunu, sonra onu yedik. Belə bir şey ümumiyyətlə heç yoxdur. Burada sadəcə yığın var. We picked our first fruits and vegetables.
ilk meyvə tərəvəzimizi topladıq. Bu haqda məlumat sadəcə uyğun danışdığı burada E variantıdır.